Salam. Pionerlər məktəbində cinləri qovmaq mövzusuna həsr olunmuş bu əlavə dərsimizə xoş gəlmisiniz. Keçən dəfəki dərsimizdə mən İsa'nın, sonra isə 12 şagirdin və 70 nəfərin cinləri qovduğundan danışaraq bu mövzunun təməlini qoydum. İndi isə bu tapşırıq iman edən hər kəsə aiddir. İman edənlər isə bu əlamətlər müşahidə edəcək, mənim adımla cinlər qovacaqlar. Bu dəfə mən həmin təməlin üzərində mövzunu genişləndirəcəyəm, praktiki məsləhətlər verəcəm. Biz Həvarilərin işləri 8-ci fəsildə Samariyaya gəlmiş Filipdən bəhs edən bəzi nümunələrə baxacağıq. Filip Samariyaya gələndə murdar ruhlar bərkdən çığıraraq insanlardan çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdılar. İsa dünən, bu gün və əbədi olaraq eynidir. Bütün bunları həyatda görməliyik. Bu dərsdə sizə bir neçə qısa videolar göstərmək istəyirəm. Bir neçə gün əvvəl Almaniyanın Hannover şəhərində çəkdiyimiz bu videoya baxın. Bir qadın yanıma gəlir. Onun daxilində olan cinlər bərkdən çığırmağa başlayır. İsa'nın adı ilə, mən çıxmayacam, mən getməyəcəm. Sus, çıx, çıxıram. Sus, çıx, çıxıram. Elə indi çıx, səni onu tərk etməyə əmr edirəm. Cinlər qovulduqdan sonra həmin qadın əl ağacı olmadan özü yeriyə bildi. Həvarilərin işləri kitabında oxuduğumuz kimi şəhərdə bol sevinç var idi. Həvarilərin işləri 19-cu fəsildə fərqli hadisələri nəzərdən keçirəcəyik. Verdiyim bütün təlimi cəmləşdirməyə çalışacağam. Əsasən isə məhəbbət olmalıdır. Allahın məhəbbəti bizi həqiqətən azad eləyə bilər. Bu mövzunu sizə izah edərkən Allahın şəxsən məni necə azad etdiyini misal gətirəcəm. Başqalarını necə azad etməsindən danışacağam. Sizin aranızda cinlərdən azad olmağa ehtiyacı olan kəslər üçün dua etməklə bitirəcəyəm. Hər kəsə salam. Biz cinləri qovmaq mövzusuna həsr olunmuş yeni dərsimizə başlayırıq. Keçən dəfə mən arxamdakı lövhədə gördüyünüz məsələlər barədə danışmışdım. İsa cinləri qovurdu. 12 şagird cinləri qovurdu. 70 nəfər bunu edirdi. İndi isə bu tapşırıq iman edən hər kəsə aiddir. Həmçinin biz dindar adamlardan danışırıq. Onlar gəlib deyirlər ki, cin qovmaq indiki dövrə aid deyil. Onlar bizi çox ehtiyatlı olmağa çağırırlar və s. Bu dərsdə sizə daha praktik məsləhətlər verəcəyəm və ötən dərsin mövzusunu davam etdirəcəyəm. Yəni, cinləri necə qovmaq lazımdır, düşüncəni necə təzələmək lazımdır, müjdəni necə vəz eləmək lazımdır. Odur ki, siz sonuncu dərsimizi hələ görməmsinizsə, mən sizi oradan başlamağa tövsiyə edirəm. Çünki keçdiyimiz son dərsimiz indi sizə danışacağım mövzunun qısa icmalını verəcək. Həmçinin cinlərin çıxarılması və azad olmalar haqqında bəzi videolarda sizə göstərəcəyəm. Məqsədim odur ki, siz özünüz azad olasınız. Sonra da gedib başqa insanlardan cinləri qovasınız. Bu bizə tapşırılıb. Bu çox maraqlı olacaq. Bunları sizinlə bölüşmə imkanını səbirsizliklə gözləyirdim və buna çox şadam. Dua ilə başlayaq. Ey Allah! Etdiyin hər şeyə görə sənə təşəkkür edirəm. Bizə insanlardan cinləri qovmaq və xəstələrə şəfa vermək səlahiyyətini vermisən. Sən bizə müjdəni vəz etməyə tapşırmısan. Bu dərsimizə gəl, gözlərimizi və qulaqlarımızı aç, bizi öyrət, bizi azad elə. Bizə verdiyin həyatı qüdrətlə yaşamaq istəyirik. Öz müqəddəs ruhunla gəl, paylaşmağımı istədiyin bütün həqiqətləri şagirdlərə çatdırmağa kömək elə. İsa'nın adı ilə. Amin. İnsanlardan cinləri qovmaq mövzusunu araşdırırıq. Əvvəlcə sizinlə bəzi şəhadətləri bölüşmək istəyirəm. Çünki hazırda çoxlu hadisələr baş verir. Əslində bugün xəbər aldım ki, bir neçə gündən sonra üzümüzə gələn bazar ertəsinin axşamı, bazar ertəsi axşam saat 19-da Danimarkanın ən böyük televiziya kanalında canlı olaraq çıxış edəcəm. Orada insanlardan cinlərin çıxarılması barədə danışacağım. Bundan bir qədər sonra bazar ertəsi axşam saat 20:30-da TV2-də iştirak edəcəyəm. Canlı veriliş yayımlanacaq. Burada da mən azad olmaq haqqında danışacağam. Çünki bir neçə ay əvvəl həmin verilişin aparıcısı küçədə mənimlə tanış olmuşdu.
O, küçələrdə insanlar üçün dua edib onlardan cinləri qovduğumuzu gördü. Bugün insanlar cinləri qovmaq barədə danışırlar. Bu nədir? Əlbəttə, bu insanlara qəribə görünür. Bugün doğrudan da cinlər varmı? Bəs insanlardan cinlər necə qovulur? Beləliklə, bazar ertəsi axşam mən televiziya proqramında canlı çıxış edəcəm. Həmin gün axşam mən yenə başqa bir canlı yayımda olacağam. Mən sizə sadəcə olaraq televiziyada canlı yayımda gedəcək bir videonu göstərmək istəyirəm. Bu, Danimarka televiziyasında canlı yayımlanacaq. Həmin videoda bir neçə ay öncə küçədə nələr baş verdiyini görəcəksiniz. Beləliklə, biz küçədə durmuşduq. Orada bir qadın bizə baxırdı. Ondan soruşdum, sənin üçün dua edə bilərikmi? Bəli, deyib yanımıza gəldi. Mən ondan probleminin nə olduğunu soruşdum. Qadın astma xəstəsi idi. O, 2 dəfə ürək əməliyyatı keçirmişdi. Əməliyyat zamanı bu qadını həkimlər elektroşokla 2 dəfə həyata qaytarmışdılar. Mən bu qadın üçün dua elədim. Siz bunun necə baş verdiyini videoda görəcəksiniz. Mən insanlar üçün dua edəndə onların əllərindən tutub sərbəst olmalarını xahiş edirəm. Bundan sonra onlara duada rəhbərlik edirəm. Allahın onları azad etməsi üçün dua edirəm. Bəzən biz adi şəfanı görürük. İnsanlar sadəcə şəfa alırlar. Digər hallarda isə cinlərin təzahür etdiyini, onların qovulması nəticəsində azad olmanı görürük. Siz bu videoda qadının reaksiyasını görə bilərsiniz. Qadın öncə geri çəkilir və reaksiya verməyə başlayır. Siz bu videoda iblisanə bir şeyi aşkar görə biləcəksiniz. İndi bunu göstərəcəyəm. Danışıq Danimarka dilindədir. Amma mən tərcümə eləməyə çalışacağam. İndi çıx. İndi çıx. Çıx, çıx. Siz qadının reaksiyasını görürsünüz. O geri çəkilir. Mən gözlərimi yummuram. Düz onun gözlərinin içinə baxıram. Onunla nə baş verdiyini görməyə çalışıram. Hiss elədim ki, nə isə onu tərk elədi. Sonra müqəddəs ruhun onun üzərinə gəlməsi üçün dua elədim. Ondan soruşdum. Nəsə hiss elədin? Bəli. Geri çəkildim. Bu nə idi? Bilmədim axı, bu nə idi? Daxilində nə isə reaksiya verdi. Bu daxilində olan qorxu, yaxud nə isə başqa bir şey idi. Bir daha dərindən nəfəs al. Ona diqqətlə baxın. O dəyişdi. Bir daha dərindən nəfəs al. Hiss edirsən? Bir neçə aydan sonra sizi harda tapa bilərəm? Mən isə cavab verdim. Bunu edən mən deyiləm, İsadır. İndi siz Danimarkanın TV proqramında yayımlanacaq kiçik bir videoya baxdınız. Biz cinləri qovmağa çağırılmışıq. Biz cinləri qovmaqdan qorxmamalıyıq. Bunu ictimai yerlərdə etməkdən çəkinməməliyik. Televiziyada bunu etməkdən çəkinməməliyik. Küçələrdə də heç qorxmamalıyıq. Çox vaxt kilsələrdə cinlərlə bağlı məsələdə qorxu olur. Amma siz müqəddəs kitabdan görə bilərsiniz ki, onlar bunu gizlətmirdilər. Cinə tutulmuş bir adamla rastlaşanda demirdilər, cin, ehtiyatlı olaq, onu bir otağa salaq, qapını da bağlayaq ki, heç kim görməsin. Xeyr, müqəddəs kitabda bunun küçədə, ictimai yerlərdə baş verdiyini görürük. Bizim təkcə xəstələrə şəfa vermək deyil, həm də cinləri qovmaq səlahiyyətimiz var. Videodakı qadın üçün dua edəndə mən bilirdim, onun şəfaya ehtiyacı var. Dua edəndə müqəddəs ruh onun üzərinə gəldi. Bu zaman qadındakı cin özünü göstərməyə başladı. Sonra isə qadın cindən azad oldu. Beləliklə, bir çox insan bunu görə biləcək. Allahın işləri haqqında danışmaq üçün canlı verilişdə olmaq şansım olacaq. Birincisi, biz bir çox dindar insanlar, imansızlar və bizim etdiklərimizə inanmayan adamlarla qarşılaşacağıq. Eləcə də biz bunu edərkən bunlara inanan insanlarla da qarşılaşacağıq. Keçən dəfə biz dindarlar haqqında danışarkən onların bəzi fikirlər söylədikləri barədə qeyd etmişdik. Onlar bizdə qorxu yaratmağa çalışırlar. Bizim kimi imanlılarda qorxu yaratmaq üçün dindarlar deyirlər. Bu təhlükəlidir. Cinləri qovmayın. Onlar Həvarilərin işləri 19-cu fəsildə 13-16-ya əsaslanırlar. Yəhudilərin Skev adlı başçı kahının 7 oğlu var idi. Həvarilərin işləri 19. Bəzi ətrafı gəzib dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsa'nın adını çəkərək deyirdilər.
Paulun vəz etdiyi İsa'nın adı ilə sizə əmr edirəm. Orada baş verənlər barədə oxuyuruq. Orada nə baş vermişdi? Bir dəfə şər ruh onlara cavab verdi. İsa'nı tanıyıram. Paul haqqında da hər şeyi bilirəm. Bəs siz kimsiniz? Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi. Hamısını təpiyinin altına salaraq məğlub elədi. Onlar o evdən lüt üryan və yaralı halda qaçdılar. Ola bilsin bu hekayəni öz kilsələrinizdə eşitmisiniz. Mən bunu bir neçə dəfə eşitmişəm. Hər dəfə də xəbərdarlıq edirdilər. Ehtiyatlı olun, ehtiyatlı olun. Ehtiyatlı olun. Burada bəzi adamlar İsa'nın adından istifadə eləməyə çalışdılar. Lakin onlar bu işdə yeni idilər, təcrübələri yox idi. Buna görə də cinə tutulmuş adam onların üstünə hücum çəkdi. Onları döydü. Nəticədə onlar yarıçılpaq qaçmağa məcbur oldular. Bəlkə sizi də cinləri qovmaqdan çəkindirmək üçün, qorxutmaq üçün bu nümunəni bir misal olaraq gətiriblər. Lakin burada söhbət ruhdan doğulmuş insanlar barədə getmir. Burada müqəddəs ruha malik olmayan və İsa'ya iman etməmiş Skevanın 7 oğlu barədə söhbət gedir. Onların daxilində müqəddəs ruh yox idi. Onlar İsa'nı tanımırdılar. Mətni tam oxusaq bunu dəqiq görə bilərik. Hər dəfə müəyyən bir ayəni oxuyanda onun kontekstini də oxuyun. Bu ayədən əvvəl və sonra yazılanları da oxuyun. Çünki bu ayədən əvvəl və sonra yazılmış hissələri oxusanız, nədən söhbət getdiyini başa düşəcəksiniz. Skevanın 7 oğlunun yarıçılpaq qaçdığından bəhs edən mətndən sonra biz növbəti bu ayəni oxuyuruq. Skevanın 7 oğlu barədə bu xəbər Efesdə yaşayan bütün yəhudilərə və yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsa'nın adının nüfuzu böyüdü. Həvarilərin işləri 19-17. Beləliklə, burada nə baş vermişdi? Cinə tutulmuş bir adam var idi. 7 nəfər ondakı cini qovmağa çalışdılar. O adam isə onlara hücum elədi. Onları döyüb qovdu. Həmin 7 nəfər lüt üryan halda qaçıb getdilər. Sonra nə baş verdi? Adamlar niyə Allaha həmd etsinlər? Adamlar niyə İsa'ya həmd etsinlər? Axı bu mənasız olur. Cinə tutulmuş insan adamların üstünə hücum edib onları döydü və qovdu. Buna görə xalq nə üçün Allaha həmd edərək İsa'nın adını izzətləndirsin? Bu mənasızdır. Təsəvvür edin ki, bugün yenidən doğulmuş məsihçilər gedib bir adamdan cini qovmağa çalışırlar. Cinə tutulmuş adam isə onların üstünə atılıb döyür. Onları çılpaq halda qaçmağa məcbur edir. Bu vaxt kilsədə olan adamlar həmin əhvalatı eşidib deyirlər: "Şükür sənə İsa, sən necə də möhtəşəmsən. Adın uca və izzətə layiqdir." Xeyr, bəs nə üçün o zaman insanlar Allaha həmd edirdilər? Çünki onlar cin qovan həmin adamların imanlı olmadıklarını bilirdilər. Onlar ruhdan doğulmamışdılar. Xalq bu hadisədən əvvəl baş verənlərə görə Allaha həmd edirdi. Bundan əvvəlki ayələrdə biz bunu oxuyuruq. Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. Belə ki, Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. Biz əvvəlki ayələrdə nə barədə oxuyuruq? Biz Allahın Paul vasitəsilə qeyri-adi möcüzələr göstərdiyi haqda oxuyuruq. Adamlar Paulun bədəninə toxunanda paltarlarını götürüb xəstələrin və cinə tutulmuş insanların yanına gedirdilər. Paltarı onların üzərinə qoyan kimi cinlər onlardan çıxırdı. Bəs sonra nə baş verdi? Cindar və ya eksorsist olan həmin 7 qardaş cinləri qovmağa çalışdılar. Onlar İsa'nı tanımırdılar. Onlar sadəcə Paulun əlləri ilə baş verən möcüzələri görmüşdülər. Onlar Paulun tanıdığı İsa'nın adı ilə cinləri qovmağa çalışdılar. Lakin bu zaman cinə tutulmuş adam onların üstünə cumdu. İnsanlar cinləri qovmağa çalışan yeni əsrin imansız davamçıları ilə Paulun yaşadığı real həyat arasındakı fərqi gördülər. Bəs bütün bunların nəticəsi nə oldu? İsa'nın adı ucaldıldı. İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Həvarilərin işləri 19-18. Kontekstdən tam hekayəni görürük. Hekayənin mənası o deyil ki, həmin 7 qardaşın ruhdan doğulmadıqlarına görə biz cinləri qovmaqdan qorxmalıyıq. Hekayənin mənası budur. İsa'nın adı ilə bizdə səlahiyyət var. İnsanlar Paulun əli ilə qüdrətlə edilən möcüzələri görürdülər. Sonra orada bəzi cadugərlər var idi. Onlar İsa'nın adından istifadə etməyə cəhd etdilər. Lakin bu onlarda alınmadı. Beləliklə, insanlar cadugərliklə məşğul olan bu insanlarla həqiqi imanlar arasındakı fərqi gördülər. Bəs sonra nə baş verdi? İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Həqiqi səlahiyyətə malik olduğumuz halda niyə görə cadugərliklə məşğul olmalısınız? Biz İsa'nın adına malik olduğumuz halda yalançı tanrılar nəyə lazımdır? Axı İsa sağdır. Biz Allahın fəal qüdrətini görəndə, müqəddəs ruhun işlədiyini görəndə bu gün də eyni hadisələrin baş verdiyini müşahidə edirik. İnsanlar öz əşyalarını gətirib hamının gözü qarşısında yandırırlar. Onlar daha cadugərliklə məşğul olmaq istəmirlər. Biz bunu bir neçə həftə əvvəl Almaniyada gördük. Berlində olarkən bir ailəni ziyarət elədik. Artıq ikinci dəfə idi ki, biz onlara gedirdik. İkinci dəfə idi ki, burada insanlardan cinlərin çıxdığını görürdük. Ora yeni insanlar gəlir. Onlar da cinlərdən azad olurdular. Bu zaman onlar yerə sərilirdilər və cinlər də onları tərk edirdi. Onlar şəfa alırdılar, azad olurdular. Həvarilərin işləri 19-cu fəsildə olduğu kimi, bu adamların da cadu ilə məşğul olmaq üçün istifadə etdikləri çoxlu əşyaları var idi. Onlar öz həyətlərində bütün bu əşyaları bir yerə topladılar. Onlar bunları nə etdilər? Hamısını qırdılar. Burada əvvəlki şəkildir. Bu da sonraki şəkil. Əvvəlcə belə idi. Sonra isə hamısını qırdılar. Niyə? Çünki onlar real həyatı gördülər. Əsas olanı başa düşdülər. Biz də bu gün elə bunu etməliyik. Biz Allahın fəal qüdrətini görməliyik. Cinləri qovmaqdan qorxmamalıyıq. Burada oxuduğumuz kimi, Paul bunu ictimai yerdə, küçələrdə edirdi. Adamlardan cinlər çıxırdı. Bunu görənlər var idi. Onlar da eyni şeyi etməyə çalışdılar. Amma alınmadı. Çünki qüdrət yalnız İsa'nın adındadır. Nəticədə bir çoxları tövbə elədi. Nə üçün? Çünki insanlara real həyat lazımdır. Tamam, biz burada nə görürük? İsa cinləri qovurdu. 12 şagirdinə cinləri qovmağı tapşırdı. 70 nəfərə. İndi isə bu iman edən hamıya tapşırılır. Həm sizə, həm də mənə. Müqəddəs kitabdan olan yeni nümunə gətirmək istəyirəm. Həvarilərin işləri kitabının 8-ci fəslində Filip barədə oxuyacağıq. Burada Filip haqqında belə yazır. Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. Həvarilərin işləri 8-5. Biz də Məsihi vəz etməliyik. Amma Allahın padşahlığı təkcə sözdən deyil, gücdən ibarətdir. Oxumaqda davam edirik. Məsihi vəz edirdi. Filipi eşidib göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Nə üçün? Çünki onun göstərdiyi bu möcüzəvi əlamətləri görürdülər. Vərəqi buraya qoyacağam. Ümidvaram siz görə biləcəksiniz. Ayədə yazılıb. İman edənləri isə bu əlamətlər müşayiət edəcək. Mənim adımla cinləri qovacaqlar, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq. Mark 16, 17, 18. Keçən dərsdə dediyim kimi, iman edənləri bu əlamətlər müşayiət edəcək. İndi biz nə gördük? Filip burada vəz edirdi və hamı da onun dediklərinə qulaq asırdı. Nə üçün? Çünki onlar Filipin etdiyi əlamətləri gördülər. Lakin Filip nə 12 nəfərdən, nə də 70 nəfərdən biri idi. Filip ruhla dolu bir nəfər idi. Siz və mən də belə ruhla dolu olmalıyıq. Adamlar hansı əlamətləri gördülər? Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. Ona görə bu şəhərdə bol sevinç var idi. Həvarilərin işləri 8-7-8. Filip haqqında bunları oxuyuruq. Filip Samariyaya gəldi.
Bu əlamətlər iman edənləri müşayiət edir. Xalq Filipi dinləyirdi. Filip fariseylər kimi danışmırdı. Filip təkcə sözlər demirdi. Adamlar onda müqəddəs ruhu görürdülər. Müqəddəs ruhun Filip vasitəsilə necə işlədiyini görürdülər. Beləliklə onlar Filipi dinləyir və əlamətləri görürdülər. Bunlar hansı əlamətlər idi? İman gətirənləri müşayiət edən əlamətlər. Bir çox cinə tutulmuş insanlar azad oldular. Çoxlu şikəstlər şəfa tapdı. Oxuyuruq ki, cinlər insanlardan bərkdən çığıraraq çıxırdılar. Bu adətən belə də olur. Bəs biz həqiqətən də inanırıqmı? Yəni mən Pionerlər Məktəbinin 20 dərslik kursumuzda hər dəfə qeyd edirdim. Biz İsa'nın dünən, bugün və əbədi olaraq eyni olduğuna həqiqətən inanırıqmı? Əgər siz bəli dedinizsə, onda müqəddəs ruhunda dünən, bugün və əbədiyyən eyni olduğuna inanmalısınız. Həvarilərin İşləri kitabı təkcə ilk 12 həvari haqqında olan bir kitab deyil. Bu, ilk imanlılar cəmiyyətinin həyatını təsvir edən bir kitabdır. Mən Pionerlər Məktəbinin 3-cü dərsində bu barədə danışmışam. Həvarilərin İşləri kitabı bizə ilk imanlılar cəmiyyətinin həyatını göstərir. Əgər müqəddəs ruh eynidirsə, onda bugün biz də eyni həyatı yaşamalıyıq. Biz küçəyə çıxıb xəstələrə təkcə şəfa verməməliyik. Biz həm də gedib cinləri qovmalıyıq. Bəzən cinlər sakit, bəzən isə bərkdən çığıraraq çıxırlar. Bəzən topallar yeriməyə başlayır və xəstələr şəfa alırlar. Biz eyni həyatı yaşamaq istəyirik. Bir neçə həftə əvvəl Almaniyanın Hannover şəhərində biz bunları yaşadıq. Bu videoya baxın, bu həqiqətən də maraqlıdır. Biz Almaniyada açıq yerdəydik. Orada bir qadın mənə yaxınlaşdı. Təxminən 700 nəfər var idi. Bu qadın mənə yaxınlaşdı. Mən onun üçün hələ dua etməyə başlamazdan əvvəl qadındakı cin özünü göstərməyə başladı. Bu videoda tam görünmür. Amma həmin qadın əl ağacı ilə gəlmişdi. Qadın əl ağacı ilə yeriyərək gəldi. O belə yeriyirdi. Əl ağacı ilə. Beləliklə, qadın bizə yaxınlaşdıqda, bu eyni ilə Filiplə olan vəziyyət kimi idi. Bu zaman cinlər bərkdən çığıraraq çıxdılar. Axsaq qadın sərbəst yeridir. Bu, Hannoverdə çəkilmiş videodur. Cəmi 30 saniyə çəkir. Cinin burada nə dediyinə qulaq asmağa çalışın. Hazırsınız? İsa'nın adı ilə. Çıxmayacağam, çıxmayacağam. Sus, sus. Çıx, çıx. Sən çox güclüsən, çıxıram, çıxıram. Çıx, sənə əmr edirəm. Bu qadını tərk elə, çıx. Tamam, qalx ayağa. Özün yeriməyə çalış. Hə, indi necədir? Halleluya! Siz burada Həvarilərin İşləri 8-ci fəsildə baş verənləri görürsünüz. Filip Samariyada idi. Biz də Almaniyanın Hannover şəhərində ictimai bir yerdəydik. Yeriməkdə çətinlik çəkən bir qadın əl ağacı ilə gəzərək yanımıza gəldi. Cin bərkdən çığıraraq özünü göstərdi. Amma İsa'nın adı ilə, İsa'nın bizə verdiyi səlahiyyətlə cin çıxdı. Bu dərslərdə həddən çox təfərrüata varmaq istəmirəm. İnsanlar bəzən deyirlər, bəs cin necə girmişdi? Mən bilməliyəm, onlar necədirlər və s. Səmimi desəm, cinlərin necə olması məni maraqlandırmır. Məncə, onları görməməyimizin bir səbəbi var. Biz onları görə bilsəydik, bəlkə də çox qorxardıq. Mən bir şey bilirəm, İsa mənə cinləri qovmağı tapşırıb. Mən də İsa'nı sevdiyim üçün ona itaat etmək istəyirəm. Bizə səlahiyyət lazımdır. Bəzən bilik həddən çox olanda İnanmaq çətin olur. Tutalım ki, qolu sınmış biri üçün dua edirsiniz. Belə fikirləşirsiniz. İndi dua edəndə sümüklər, vətərlər, əzələlər belə birləşir. Bu necə olacaq? Öz başınızda nə qədər çox şeylər təsəvvür etməyə çalışsanız, bir o qədər də bu sizə çətin olacaq. Lakin siz bunu bir həqiqət kimi qəbul etməlisiniz.
Mən bunu başa düşmək istəmirəm. Bunun necə olduğunu, nəyə bənzədiyini bilmək istəmirəm. Sadəcə İsa'nı sevirəm və bunu edirəm. Onda sanki divarı yarıb keçəcəksiniz. Biz burada hər həftə insanlardan cinləri qovuruq. Bəzən cinlər bağırtı ilə çıxırlar. Cinlərdən azad olmaq barədə əla videolara baxdıq. Mən yenə də sadə həqiqətə qayıdıram. Matta 17-də bir kişinin cinə tutulmuş oğlu var idi. Bu oğlu onlar İsa'nın şagirdlərinin yanına gətirdilər. Şagirdlər bu cini qova bilmədilər. İsa ora gələndə şagirdlərini imansızlıqlarına görə danladı. Uşağı da cinlərdən azad elədi. Sonra İsa şagirdlərinə dedi ki, bu cür ruhları ancaq dua və oruçla çıxarmaq olur. Burada söhbət xüsusi növ cinlərdən getmir. Xeyr, söhbət imansızlıq ruhundan gedir. Şagirdlərdə imansızlıq ruhu var idi. Yəni, xüsusi növ cinləri qovmaq üçün sizə dua və oruç tutmaq lazım deyil. Cinlərin hamısı eynidir. Cinləri qovmaq üçün bizim göydə və yerdə olan bütün səlahiyyətlərimiz var. Bizim problemimiz imanımızın az olması və ya imansızlıqdır. Bəzən bu imansızlıq ruhundan özümüz azad eləmək üçün oruç tutub dua eləmək vacibdir. Yəni, imansızlıq həyatımızdan yox olduqda bizdə səlahiyyət olur. Beləliklə, pionerlər məktəbində keçilən dərslərin bəhrələrini nə qədər çox görürəmsə, bir o qədər də hər şeyin çox sadə imanla bağlı olduğunu görürəm. Sizə bütün təfərrüatları bilmək lazım deyil. Sadəcə səlahiyyətlə bunu etməlisiniz. Bilin ki, İsa çarmıqda ölüb, İsa qələbə çalıb. Sonra İsa dirilib, göylərə qalxıb və öz müqəddəs ruhunu bura, bizim üçün yer üzünə göndərib. İndi isə sizi və məni Məsihin əvəzinə onun bədəni olaraq bura göndərdi ki, biz İsa'nın şanlı işini edək. Göydə və yerdə bütün səlahiyyət İsa'ya verilmişdi. İsa bu səlahiyyəti bizə də verdi. Biz İsa'nın adı ilə gedib cinləri qovmalı, xəstələrə şəfa verməli və Allahın padşahlığını bəyan etməliyik. Bunun üçün sadə inam lazımdır. Ümidvaram ki, bu təlim sizə kömək edəcək. Belə bir sual var. Məsihçilərdə cin ola bilərmi? Bu sualı insanlar çox verirlər. Məsihçilərdə cin ola bilərmi? Bu maraqlı məsələdir. Müqəddəs kitabda, Lukada yazılıb ki, İsa ilk dəfə cini məhz sinagogda qovdu. Bu məhz sinagogda baş vermişdi. İsa ilk cini sinagogda, yəni o dövrün imanlılar cəmiyyətində qovmuşdu. İsa sinagoqa gəldi və orada cini olan bir adam var idi. Bu zaman cin özünü göstərməyə başladı. İsa da onu qovdu. Bugün biz də eyni vəziyyəti görürük. Yəni imanlılar cəmiyyətlərində cinə tutulmuş insanlar var və onlardakı cinlər özlərini göstərirlər. Məsihçidə cin ola bilməz deyən insanlar əslində cinlərin necə olduğu və nələr törədə biləcəyi barədə heç nə bilmirlər. Təfərrüatlara girməyəcəm. Çünki keçən dəfə Luka 11-ci fəsildə baş verənlər barədə artıq danışdım. Luka 11-14-də oxuyuruq. İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı. Və cəmaət heyrətləndi. Beləliklə, burada biz danışa bilməyən bir nəfərin İsa'nın yanına gəldiyini görürük. Onun xəstəliyi var idi, o lal idi. Danışa bilmirdi. Onun xəstəliyinin səbəbi həmin adamın daxilindəki lal cin idi. İsa bu lal cini həmin adamdan qovdu. Cin ondan çıxdıqdan sonra əvvəllər lal olmuş bu adam danışa bildi. O şəfa aldı. Siz görürsünüz ki, bu ruh həmin adamın danışmasına mane olan lal cin idi. Yəni cinlərin törətdiyi başqa xəstəliklər də var. Cinlər karlığa və lallığa səbəb ola bilirlər. İsa bir kör adamdakı cini çıxararaq ona şəfa verdi. Yəni bu körlüğün səbəbi cin idi.
Mən hər dəfə xəstəliyin səbəbinin cin olduğunu demirəm. Çünki İsa bəzən xəstələrə şəfa verirdi və onlardan cin çıxmırdı. Daxilində cin olmayan başqa bir kör adam da var idi. İsa əllərini onun üzərinə qoymaqla ona şəfa verdi. Beləliklə İsa bu adamın görmə qabiliyyətini bərpa etdi. Amma təsəvvür edin ki, bu lal cindir. Deyək ki, mən imansız bir insanam. Daxilimdə lal cin var. Ona görə mən danışa bilmirəm, ya da məndə körlük yaradan cin var və ya məni iflic edən, həmçinin başqa xəstəliklər də törədən cin var. Əgər biz məsihçilərdə cinlərin olmadığına inansaq, nə baş verə bilər? Məsələn, deyək biz inanırıq ki, bir nəfər yenidən doğulur. Məsihçi olduğu an cin ondan dərhal çıxır. Nəticədə o şəfa alır. Lakin biz bunu görürükmü? Bugün imanlılar cəmiyyətində bunu görürükmü? Yəni, insanları Məsihə gələndə, ruhdan doğulandan dərhal sonra xəstəliklərdən şəfa aldıqlarını görürükmü? Bir çox yerdə biz bunu görmürük. Mən düşünürəm ki, bu belə də olmalıdır. Getdikcə biz bunu daha çox görürük. İnsanlar Məsihin adı ilə vəftiz edildikdən sonra xəstəlikdən şəfa tapırlar. Cinlər onları tərk edirlər. Onlar azad olurlar. Biz bunu getdikcə daha çox görürük. Mən bir neçə gün əvvəl vəftiz olunmuş 37 yaşlı bir nəfər haqqında şəhadəti paylaşdım. İtaliyadan olan bir nəfərlə danışırdım. Onlar gördülər ki, mədə-bağırsaq problemi və digər xəstəlikləri olan insanlar vəftiz olunaraq sudan çıxdıqdan sonra şəfa alır və azad olurdular. Beləliklə, biz bunu getdikcə daha çox görməyə başlayırıq. Lakin adətən biz bunu kilsələrdə görmürük. Biz bugün kilsələrdə çoxlu xəstə insanları görürük. Beləliklə, bir çox xəstə adamları görürük ki, onlarda cin var. Bir çox imanları görürük ki, onların daxillərində cin var. Məsihçilərdə cin ola bilərmi sualını məndən soruşsanız, cavabım budur. Bəli, bu normal haldırmı? Xeyr. Hesab edirəm ki, erkən imanlılar cəmiyyəti bizim bugün eşitdiyimizdən fərqli bir müjdəni təbliğ edirdi. Onlar tövbə, özünü inkar və günahlardan üz döndərmək haqqında radikal bir müjdəni vəz edirdilər. Sonra imanlılar İsa Məsihlə vəftiz olunanda bu sadəcə bir simvol deyildi. Suda vəftiz çox radikal idi. Məsihlə ölürəm və Məsihlə dirilirəm. Onlar cinlərdən azad olurdular. Müqəddəs ruhu qəbul edərək yeni həyata başlayırdılar. Yaxud da Həvarilərin İşləri 8-ci fəsildə oxuduğumuz kimi Filip Samariyaya gəldi. İnsanlar cinlərdən azad olur, şəfa alırdılar. Sonra həmin insanlar suda vəftiz olunduqda onlarda artıq cinlər və xəstəliklər yox idi. Buna görə də o vaxt daxilində cin yaşayan çoxlu məsihçi yox idi. Amma bugün bizim kilsələrimizdə bir çox insanlar hələ ruhdan doğulmayıblar. Onlar tam ruhdan doğulmayıblar. Tövbənin, suda və müqəddəs ruhda vəftizin mənasını bilmirlər. Beləliklə, mən məsihçilərdə cinlərin olmasını təbii hal hesab edirəmmi? Xeyr, hesab etmirəm ki, məsihçilər dəfələrlə boşanıb evlənə bilərlər. Günah içində yaşaya bilərlər. Var dövlətin dalınca qaçıb istədikləri kimi həyatlarını yaşaya bilərlər. Xeyr, hesab etmirəm ki, məsihçilər bunu edə bilərlər. Amma biz elə bir dövrdə yaşayırıq ki, kilsələrdə özlərini məsihçi adlandıran bir çox insanlar görürük. Onların arasında bəzilərinin cindən azad olmağa ehtiyacları var. Daxilində cin olan insanla rastlaşanda nə etməliyik? Cini necə qovmalıyıq? Adətən mən belə edirəm. Bəzən bu öz-özünə baş verir. Yəni, bir nəfərin yanına gəlib onunla danışmağa başlayırsan, cin dərhal özünü göstərir. Yaxud da bir nəfər üçün dua etməyə başlayanda onun daxilindəki cinlər özlərini göstərməyə başlayırlar. Cinin olduğunu görəndə cini sadəcə qovursunuz. Başqa vaxtlarda biz cin olub-olmadığını bilmirik. Mən bu haqda hələ danışacağam. Əvvəlcə sizə bir video göstərmək istəyirəm. Bu, Aalborgda baş vermişdi. Biz orada Kickstar keçirdik. Beləliklə, bir neçə gün əvvəl biz Kickstar keçirirdik. Həmişə etdiyim kimi bu dəfə də insanlar üçün dua etməyin və onlarla danışmağın yollarını göstərmək üçün bir neçə nəfəri hamının qarşısına çıxartdım. Bir qadına yaxınlaşaraq hamını öyrədirdim. Yaxınlaşanda əvvəlcə gülümsəyərək salamlayın. Onların üstünə belə cummayın, ürkərlər.
Mülayimcəsinə gülümsəyin. Onlara yaxınlaşıb soruşun. Bağışlayın, sizinlə danışa bilərəmmi? Sizə bir sual verim. Ağrıyan yeriniz varmı? Sizin üçün dua edə bilərikmi? Beləliklə, mən ətrafdakılara bunu göstərmək istəyirdim. Lakin bu zaman bir şey baş verdi. Bir nəfərə yaxınlaşıb dedik. Bağışlayın. Daha başqa sözlər deyə bilmədim. Çünki qadına yaxınlaşıb ona bağışlayın sözü ilə müraciət edən kimi hamı həmin qadında bir cin olduğunu gördü. Çünki qadın qışqırmağa başladı, yerə uzandı. Qadında olan cin özünü təzahür etdirməyə başladı. Həmin qadın hamının gözü qarşısında cindən azad oldu. Mən sizə indi həmin videonu göstərəcəyəm. Bu video o qədər də keyfiyyətli deyil. Bu mənəm. Həmin qadını isə burada görə bilərsiniz. Mən həmin qadına yaxınlaşmışdım ki, ətrafdakı adamlara danışmağın yolunu göstərim. Qadından soruşdum. Bağışlayın. Bu həmişə belə olmur. Çıx, çıx. İsa'nın adı ilə əmr edirəm. Qadın iblisdən olan naməlum dillərdə danışırdı. Digər şeylər də var idi. Nəhayət cin çıxdı. Beləliklə, bu kiçik bir video idi. Gəlin görək burada nə baş verdi. Mən bir nəfərə yaxınlaşdım. Onunla danışmağa başlayan kimi dərhal reaksiya baş verdi. Demək istəyirəm ki, biz İsa'ya nə qədər yaxın yaşasaq, onun surətinə nə qədər çox uyğunlaşsaq, malik olduğumuz səlahiyyəti nə qədər çox dərk etsək, bu cür hallarla da bir o qədər çox rastlaşacaq. Biz insana yaxınlaşıb danışmağa başlayan kimi, daxilindəki cinlər dərhal özlərini göstərməyə başlayırlar. Bu hallarla çox rastlaşmışıq. Bəzən insanlar bizə yaxınlaşırlar. Qəflətən özlərini pis hiss edirlər. Murdar ruhlar dərhal reaksiya verirlər. Bu cür hadisələr bəzən baş verir. Bəzən isə biz bir adamda cinin olub-olmadığını bilmirik. Belə hallarda biz həmin adamla danışmağa başlayırıq. Mən indi sizə daha bir video göstərmək istəyirəm. Bu Yeni Zelandiyada baş vermişdi. Bir nəfər yanıma gəldi. Mən onunla söhbət edərkən həmin oğlan dedi ki, onun müqəddəs ruhla problemi var. Daxilində qorxu var idi. Dillərdə rahat dua edə bilmirdi. O çox qorxurdu. Çünki o çox dindar bir ailədən idi. O hiss edirdi ki, daxilində azadlıq duasına və müqəddəs ruha qarşı reaksiya verən nə isə var. Onunla söhbət edəndən sonra mən bunları başa düşdüm. Tamam, ona təkcə düşüncəsini təzələmək kifayət deyil. Həmçinin burada məsələ təkcə müjdədə də deyil. Burada nə isə var. İblisanə bir qüvvə var. Mən nə elədim? Həmin adamın əllərindən tutub ona duada rəhbərlik elədim. Həmin adam səhv düşüncələrindən və dindarlıq ruhundan tövbə elədi. Belə vəziyyətdə biz sadəcə ruha çıxmağa əmr edirik. Hətta cinlərin təzahürünü görməsək belə biz bunu edirik. Siz də belə edin. Dua edin və əmr edin. Murdar ruh, çıx. Çıx. Din ruhu sənə əmr edirəm. Çıx. İsa da bir xəstəyə belə şəfa verdi. Bir adamın problemi var idi. O lal idi. İsə həmin lal ruha çıxmağı əmr elədi. Əgər mənə bir kəs desə ki, mənim depressiya problemim var, mən dərhal deyirəm, ey depressiya ruhu, eləndi çıx. Problem qorxudursa, qorxu ruhu eləndi çıx. Çıx. Əgər bədəndə ağrı hərəkət edirsə, deyirəm, xəstəlik ruhu, eləndi çıx. Həmin adamın qorxu, dindarlıq ruh və başqa şeylərlə problemi olduğu üçün belə dedim. Dindarlıq ruhu çıx, qorxu ruhu elə indi çıx. Siz səlahiyyətlə həmin ruha çıxmağı təkrar-təkrar əmr edəndə, həmin ruh bunun cavabında reaksiya verməyə başlayır. Əvvəlki dərsdə bunu artıq demişdim. Bəzən bu sadəcə dərin bir ah çəkməkdir. Dərindən bir nəfəslə cin adamdan çıxır. Başqa vaxt isə bu videoda gördüyünüz kimidir. İsa'nın adı ilə indi çıx. Çıx, çıx. Gördüyünüz kimi, mən səlahiyyətlə ruhlara oğlandan çıxmağı əmr elədim. İsa'nın adı ilə çıx.
Mən hiss elədim ki, nə isə yuxarı qalxaraq məni tərk elədi. Özümü azad hiss elədim. Allahın sülhünü hiss elədim. Dedim, Rəbb, məni azad elədiyin üçün sənə şükür edirəm. Bu başqa bir nümunə idi. YouTube kanalındakı filmdə və buna bənzər çoxlu videolar var. Mən sizə onlara baxmağınızı tövsiyə edirəm. Beləliklə, biz nə edirik? Bəzən cinlər aşkar təzahür edirlər. Siz cini görəndə əmr edin. İsa'nın adı ilə çıx. Cinin adama girdiyinin səbəbini bilmək sizə lazım deyil. Cinlərin sayını bilmək sizə lazım deyil. Məsələni çətinləşdirməyin. YouTube'dakı bir çox videolar var ki, insanlar qəribə şeylər edirlər. İnsanlar cinlərlə danışırlar, hətta onlardan müsahibə də götürürlər. Mən bunu müqəddəs kitabda görmürəm. Əslində, mən bunu düzgün hesab etmirəm. Cin danışanda İsa ona cavab verirdi. Amma çox vaxt İsa cinə sus deyirdi. Sus və bu adamdan çıx. İsa cinlərlə diyaloqa başlamırdı, sual vermirdi. Ay cin, sən niyə oradasan? Sənin burada olmağa haqqın varmı? Bu adam nə edib? İsa dərinliyə getmirdi. İsa sadəcə əmr edirdi. Sus və bu adamdan çıx. Bir dəfə İsa cinlərdən onların sayını soruşdu və sonra onların hamısını birdən qovdu. Amma İsa heç zaman onlarla diyaloqa girmirdi. Məncə, bugün bu bir problemdir. Biz heç vaxt cinlərin dediklərinə inanmamalıyıq. Çünki cin yalancıdır. İsa cinlərdən onların sayını soruşmuşdu. İsa Allahın oğluydu. İsa həqiqəti bilirdi. O hər şeyi bilirdi. Cinlər İsanı heç vaxt aldada bilməzdilər. Amma bizi aldada bilərlər. Çünki biz bütün həqiqəti bilmirik. Amma İsa həqiqəti tam bilirdi. İsa özü həqiqətdir. Mən YouTube'dakı bəzi adamların cinləri qovmaq barədə təlim videolarını görmüşəm. Cin, necə oldu ki bu adama girdin? Hardan gəldin? Niyə gəldin və s. Mən bu cür diyaloqları bəyənmirəm. Çünki birincisi cinin sözlərinə inanmıram. Burada başqa bir məqam da var. Biz cinlərlə danışmağa başlayanda azad olmağa ehtiyac duyan insan barədə unuduruq. Cin danışanda insan əzab çəkir. Mən cinlərdən azad olma prosesindən keçmiş insanlarla qarşılaşmışam. Azad edən adam cinlə uzun-uzadı danışaraq müsahibə alıb, diyaloq aparıb. Azad olma prosesi nəticədə həddən artıq uzanıb. Əlbəttə, nəticədə insan azad ola bilər. Amma bundan sonra həmin insan qorxu ilə bağlı problemlər yaşayır. Çünki cinin insanın bədənindən istifadə etməsi, onun vasitəsilə danışması həmin adam üçün heç də asan təcrübə deyil. Ona görə də mən hesab edirəm ki, biz bunu mümkün qədər tez və cəld etməliyik. Çox şey lazım deyil. Sadəcə səlahiyyətlə əmr edin. Bəzən insanlar məndən soruşurlar, nə üçün mən qışqırıram? İnsanların cini eşitməsini istəmədiyi üçün qışqırıram. Cin qışqırdığı üçün mən ondan daha yüksək səslə qışqırıram. Başqa vaxt isə düzünü desəm, qorxumu hiss etmirəm. Üçün qışqırıram. Bəzən mənim özümə də qorxu gəlir, amma qorxunu hiss etmək istəmirəm. Buna görə də qışqırıram. Bu vəziyyətdə səlahiyyəti öz əlimə alıram. Əlbəttə ki, cinlər mənim uca səsimə görə çıxmırlar. Məsələn, bunu təsəvvür edin. Tutalım, evinizə çox çirkli bir it girib. Siz əlbəttə ki, deməyəcəksiniz. Ay it, zəhmət olmasa çölə çıxa bilərsən? Heç itayət etməyəcək. Əmr etsəniz, çıx bayıra, çıx. Onda köpək sizin ciddi olduğunuzu başa düşür. Cinlərlə də eyni ilə belədir. Əgər siz desəniz, ay cin, zəhmət olmasa çıx. Əlbəttə, cin qulaq asmayacaq. Amma siz desəniz, çıx. Bu halda heç qışqırmağa da ehtiyac yoxdur. Lakin siz bunu elə bir hökmlə deməlisiniz ki, cin çıxmalı olduğunu başa düşsün. İndi isə dərsimizə davam etməzdən əvvəl adamların mənə verdiyi daha bir suala toxunmaq istəyirəm. Maddə 12-də murdar ruhların qayıtması barədə oxuyuruq. İsa deyir ki, murdar ruh insanlardan çıxandan sonra ətrafı gəzib dolaşır. Əgər ev boş qalsa, daha 7 başqa cinlə ora qayıdacaq. Adamlar bəzən bu misaldan istifadə edərək deyirlər ki, imansız insanlardan cinləri qovmaq olmaz, çünki onlarda müqəddəs ruh yoxdur. Həmin cinlər bu insana qayıdacaqlar. Birincisi, İsa Matta 12-də bunu deyəndə, o heç də bu məsələlə cinlərin qovulması barədə təlim vermirdi. İsa bunu yenicə cindən azad olmuş bir insana da söyləmədi. O bunu bir həqiqət kimi dedi. Bu bəzən belə olur.
Lakin biz Həvarilərin İşləri kitabında dönə-dönə oxuyuruq ki, şagirdlər çoxlu insanları cinlərdən azad edərək şəfa verirdilər. Onlar heç vaxt bu ayəni azad olmuş insanlara aid etmirdilər. İkincisi, İsa deyir ki, cin çıxır və sonra müqəddəs ruhla dolu olmayan insana geri qayıdır. Gəlin o adamlar haqqında düşünək ki, İsa onlardan cinləri qovub. Həmin adamlardan heç biri müqəddəs ruhla dola bilməzdi. Onlardan heç birində müqəddəs ruh yox idi. Çünki İsa yer üzündə yaşadığı zaman müqəddəs ruh hələ verilməmişdi. Beləliklə, İsa bəzi adamlardan cinləri qovanda bilirdi ki, onlar müqəddəs ruhu qəbul etmək üçün hələ 3 il gözləməlidirlər. İsa bilirdi ki, bu adamlar müqəddəs ruhla o vaxt ola bilməzdilər. Bəlkə də onlar ümumiyyətlə gələcəkdə heç vaxt müqəddəs ruhu qəbul etməyəcəkdilər. Amma İsa bunu bilsə də adamlardan cinləri qovurdu. Eynilə bu ayə bizə də sadəcə küçələrə çıxıb insanlardan cinləri qovmağa mane olmamalıdır. Ancaq biz inanırıq ki, azad olduqdan sonra insanın daxilinə cinlər yenidən geri qayıda bilərlər. Onun vəziyyəti əvvəlkindən daha ağır olacaq. Lakin bu təkcə cinlərə aid deyil. İsa bunun həmçinin günaha, xəstəliklərə və ümumiyyətlə hər şeyə aid olduğu barədə deyirdi. Yəhya 5:14-də biz oxuyuruq ki, İsa 38 il iflic olan bir insana şəfa verir. İsa ona heç nə demədi, ona şəfa verdi. Daha sonra məbəddə onunla görüşərkən İsa həmin adama dedi: "Bax, sən sağaldın. Bir də günah etmə ki, başına daha pis iş gəlməsin." Yəhya 5:14. İsa iflic xəstəliyindən şəfa verdiyi adama deyir: "Bax, sən sağaldın. Bir də günah etmə ki, başına daha pis iş gəlməsin." Bizə xəstələrə şəfa vermək və insanlardan cinləri qovmaq tapşırılıb. Bəzən hiss edəcəksiniz ki, insanlardan cinləri qovduqdan və ya şəfa verdikdən sonra onlara bu sözləri deməlisiniz. Sən indi günahdan əl çəkməlisən, əvvəlki həyat tərzindən üz döndərməlisən. Əks halda daha betəri başına gələcək. Bəzən siz bunu deməyin lazım olduğunu hiss edəcəksiniz. Bəzən isə siz bunu deməyin lazım olmadığını hiss edəcəksiniz. Müqəddəs kitabda oxuduğumuz kimi. Gəlin indi bütün bunları cəmləşdirək. Biz dedik ki, İsa cinləri qovurdu. İsa'nın 12 şagirdi cinləri qovurdu. 70 nəfər də cinləri qovurdu. İman edənləri bu əlamətləri müşahidə edəcək. Filipə də nəzər saldıq. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Bugün bu sizə və mənə də aiddir. Bizdə səlahiyyət var. Sizə çox bilik lazım deyil. Siz sadəcə İsa'nın çarmıqda nə etdiyini bilməlisiniz. Həmçinin özünüzdə səlahiyyətin olduğunu bilməlisiniz. Sizə cinlərin insana hansı səbəbdən daxil olduqlarını, onların sayını bilmək lazım deyil. Bütün bu təfsilatlara qəti ehtiyac yoxdur. Bir şəxslə qarşılaşanda, bir reaksiya görəndə onda cinin olduğunu bilin. Onda sadəcə səlahiyyətlə həmin cinə o adamdan çıxmağı əmr edin. Bəzən insan öskürür. Cin çıxır. Siz həmin insanın cindən azad olduğunu görürsünüz. Digər hallarda rahat olur. Əmin olmayanda həmin insana sual verin. Necəsən? Özünü azad hiss edirsənmi? Yox, hələ var. Yaxşı, yenə dua edək. Yenə dua edirsiniz və cinə çıxmağı əmr edirsiniz. Bizə cinləri qovmaq səlahiyyəti verilmişdir. Bizə heç kimdən icazə istəmək lazım deyil. Biz sadəcə gedib bunu etməliyik. Bundan başqa, keçən dəfə dediyim kimi, demək olmaz ki, hər şey cinlərlə əlaqəlidir. Biz cinləri qovuruq. Düşüncəni isə təzəliyirik. Biz heç də düşüncəmizi qovmuruq. Murdar ruhları da təzələmirik. Biz cinləri qovuruq, düşüncəni isə təzəliyirik. Lakin keçən dəfə qeyd etdiyim kimi bəzən bunlar kifayət eləmir. Müjdəni paylaşmalıyıq. İndi mən bütün bunları bir yerə toplayacağam. Məsələn, siz bir nəfərlə danışdıqda və ya kiminsə şəfası üçün dua edəndə, cin özünü göstərəndə, siz sadəcə səlahiyyətlə bu cini qovun.
Yaxud da bəzən bir nəfər yanınıza gəlib sizdən xahiş edir. Mənim bir problemim var, mənim üçün dua edə bilərsənmi? Çox vaxt siz belə cavab verə bilərsiniz. De görüm problemin nədir? Onun problemini dinləyəndə siz öz ağlınızda onların azad olmaları üçün nəyə ehtiyacları olmasını anlaya bilərsiniz. Məsələn, kimsə yanınıza gəlib deyir: "Ah, mənim pornoqrafiya ilə problemim var. Mən internetdə çoxlu pornoqrafiyaya baxıram. Bundan çox asılıyam. Mənə çox çətindir." Bu halda səbəb fərqli ola bilər. Bəlkə də onun düşüncəsini təzələmək lazımdır. Yaxud bu, onun daxilində olan murdar ruh da ola bilər. Bu zaman onu mütləq cindən azad eləmək lazımdır. Belə bir nəfərlə rastlaşanda ilk suallarım belədir. Müjdə barədə nə düşünürsən? Tövbə etmisən? Yaxud hansısa günahda yaşayırsan? Bəlkə sənə yalnız bu günahdan azad olmaq çətindir. Tövbə etmisən? Rəbb ürəyini yeniləyibmi? Növbəti sual budur. Tövbədən sonra suda vəftiz oldunmu? Müqəddəs ruhu aldınmı? Keçən dərslərdə qeyd etmişdim ki, müqəddəs kitab günah edən hər kəsin günahın qulu olduğunu deyir. Həmin adam internetdə çoxlu pornoqrafiyaya baxıb və bu səbəbdən də bu günahın köləsi olub. Əlbəttə ki, ona bu günahdan tövbə etmək lazımdır. Ona həmçinin öz günahlı bədənini suda bastırmaq da vacibdir. O, günah edən bədənini suyun altında qoyub çıxmalıdır. Mən günahın köləsi olan bir çox insanları görmüşəm ki, onlar suyun altına girib çıxandan sonra azad olurlar. Günahın köləliyi onları dərhal tərk edir. Buna görə də mən onlara bu 3 sualı verirəm. Bəs bu necə? Bəs bu? Tutaram ki, o cavab verir. Tövbə etmişəm, suda vəftiz olunmuşam, məndə müqəddəs ruh var, dillərdə danışıram. Onda mən ona deyirəm, birlikdə dua edək, görək nə baş verir. Əllərindən tutub tövbə duasında ona rəhbərlik edirəm. Hələ bilmirəm, problemi cindir, yoxsa düşüncəni təzələməkdir. Buna görə də mən bütün addımlardan keçirəm. Beləliklə, tövbə duasından dərhal sonra mən onda cin varmış kimi danışıram. Belə əmr edirəm. Murdar ruh, çıx. Sənə indi çıxmağa əmr edirəm. İndi çıx. Ey aludəçilik və pornoqrafiya ruhu, sənə əmr edirəm. Ondan çıx, əmr edirəm. Elə indi ondan çıx. Onda sanki cin varmış kimi əmr edirəm. Təxminən belə duanı 10-15 saniyə edəndən sonra həmin adam tez-tez dərindən nəfəs almağa başlayır. Daxilindəki cin təzahür edir. Bu ruh ondan öskürəklə çıxana qədər əmr etməkdə davam etməlisiniz. Cin onu tərk edir. Cin çıxandan sonra ona belə demək lazımdır. Artıq cin səndən çıxdı. İndi sən düşüncəni təzələməlisən. Romalılara 6-cı fəsli onu oxuyun. Bu sözləri etiraf etsin. Mən günahdan azadam. Günah artıq üzərimdə ağa deyil və s. Beləliklə belə etmək lazımdır. Amma onun üçün dua edərkən iblisanə təzahürlər olmadıqda belə demək lazımdır. Səndə cin yoxdur. Çünki məndə səlahiyyət var. Mən əmr elədim. Lakin heç nə baş vermədi. Sənə təkcə öz düşüncəni təzələmək qalır. Sən azad olduğunu başa düşməlisən. Sonra mən ona məsləhət edərdim ki, Romalılara 6-nı oxusun. Bu barədə dua eləsin. O, bu fəsli anladıqdan sonra azad olacaq. Bu bir nümunə idi. İndi isə başqa bir nümunə. Bir qadın yanıma gəlir və deyir, mənim həddən çox yemək yeməklə problemim var. Ona bu sualı verirəm. Tamam, bu problem necə başladı? Onda görürsən ki, yemək problemi heç də əsas problem deyil. Yemək problemi əsas problemin yalnız bir hissəsidir. Onun əsas problemi bəlkə də valideynləri ilə bağlıdır. Onları bağışlamayıb. Qəlbində yara var. Yaxud məktəbdə uşaqlar onu lağa qoyurdular. Səbəb də budur. Beləliklə, problem olanda onun kökünə varmaq lazımdır. Beləliklə aşkar olunur ki, problem murdar ruhdur. Yaxud əvvəlcə bir hadisə baş verib. İnciklik, kin. Lakin bu cinlər üçün qapı aça bilər. Ona görə də mən ondan əvvəlcə
müjdə barədə soruşardım. Siz tövbə etdinizmi? Suda və müqəddəs ruhla vəftiz olundunuzmu? Verilən cavab mənfi olduqda, bu zaman mən ona müjdəni danışardım. Nə lazımdırsa onun üçün edərdim. Müjdəni bilirsə, onda soruşardım. Sizi incidənləri bağışlamağa, yəni bu acını buraxmağa hazırsınızmı? Mən bilmirəm burada cin var, yoxsa həmin qadına düşüncəsinin təzələnməsi lazımdır. Lakin bunlardan asılı olmayaraq, mən tam azadlığı təmin etməyə çalışıram. Bütün mərhələlərdən keçirməyə çalışıram. Əgər bu bir cindirsə, o zaman bağışlamağa ehtiyac yoxdur. Siz sadəcə cini qova bilərsiniz. Lakin o bağışlamırsa, o öz şuurunda tam azad olmaq üçün mütləq bağışlamalıdır. Ümid edirəm ki, siz bunu başa düşürsünüz. Beləliklə, mən nə edirəm? Mən duada ona rəhbərlik edirəm və deyirəm, səni məktəbdə lağa qoyanları bağışlamağa hazırsanmı? Öz valideynlərini bağışlamağa hazırsanmı? Buna son qoymağa hazırsanmı? Əgər o razıdırsa, mən onun əllərindən tutub tövbə duasında ona rəhbərlik edərdim. Məni incidən insanları bağışlayıram. Bu duanı bitirən kimi deyirəm, azad ol, azad ol, azad ol, çıx ondan. Mən bu cinə əmr edirəm. Elə indi bu qadını tərk elə. İndi çıx. İsa'nın adı ilə ondan çıx. Mən səlahiyyətlə bu çox yeməyə vadar edən cini qovuram. İsa lal ruhunu necə qovdusa, mən də deyirəm, çox yemək ruhu bu qadından çıx. Qadının problemi çox yeməkdirsə, çox yeməyə vadar edən ruhu qovuram. Əgər problem depressiyadadırsa, depressiya ruhu çıx. Problem qorxudursa, qorxu ruhu çıx. Beləliklə, mən məsləhət vaxtı bir kəsin şəfaya və ya azad olmağa ehtiyacını görəndə ondan ilk növbədə probleminin nə olduğunu soruşuram. O, öz problemlərini bir-bir sadalayır. Bu zaman məndə bir təsəvvür yaranır. Problem düşüncənin təzələnməsi ola bilər, cin ola bilər, yaxud müjdə. Müjdədə qüvvət var. Onunla danışdıqdan sonra ona duada rəhbərlik edirəm. Müjdəni bölüşürəm. Tövbə. Bütün bunları etdikdən sonra isə səlahiyyəti öz əlimə alıram. Bir çox hallarda siz səlahiyyətlə cinə getməyə əmr edəndə nə baş verir? Cin təzahür etməyə başlayır və həmin adamdan çıxır. Bəzən siz cinə çıxmağa əmr edəndə heç nə baş vermir. Bu zaman siz deyə bilərsiniz, sizdə cinin olduğunu görmürəm. Gəl düşüncənin təzələnməsi haqqında danışaq. Məsihdə kim olduğunuzu başa düşməlisiniz. Çünki sizdə cinin olduğunu görmürəm. Beləliklə, bu cür hallarda mən belə edirəm. Başqa bir misal da çəkim. Məsələn, bir nəfər siqaretə alidədir. Yenə də mən düşüncənin təzələnməsi, eləcə də günahı başa düşüb tövbə etməyin nəticəsində azad olan bir çox insanları görmüşəm. Ancaq mən həmçinin aludəçilik ruhunu qovaraq duada əmr etməyimizə ehtiyacı olan insanlarla da rastlaşmışam. Öskürməklə onlar azad olur. Mən bütün bunları belə başa düşürəm. İsa kör adama necə şəfa verdi? Bəzən İsa sadəcə kör adama şəfa verirdi. Başqa bir halda isə o, adamda olan cini qovurdu. Beləliklə, hər bir xəstəliyin və aludəçiliyin çarəsi ya düşüncənin təzələnməsi, ya da cinlərin qovulması ola bilər. Bir çox hallarda müjdə problemi aradan qaldıra bilər. Çünki müjdədə tövbə vasitəsilə düşüncənin təzələnməsi var. Günahlı həyatın su vəftizində bastırılması var. Yeni həyatı yaşamaq üçün müqəddəs ruhun qüdrəti var. Daha bir söz demək istəyirəm. Cin qovmaqdan danışarkən, İnsanlar normal həyatın nə olduğunu başa düşməlidirlər. Cinlərlə bağlı çox problemləri olduğunu düşünən insanlarla görüşürəm. Halbuki bu adi, bütün insanlarda olan problemlərdir. Məsələn, çox vaxt bu nümunədən istifadə edirəm. Maşın sürəndə bəzən ağlıma belə fikir gəlir. Sükanı tez çevirsəm, yoldan uçub gölə düşsəm və ya qarşı yola çıxıb yük maşınına çırpsam nə olar? Ağlıma bəzən belə bir fikir gələ bilər. Toplantıda adamlara bu sualı verirəm. Kimin ağlına belə fikirlər gəlib? Orada olanların 30 və ya 40% əllərini qaldırırlar. Bu mənim üçün böyük problem deyil. Bir çox insanlar üçün də bu böyük problem deyil.
Çünki biz bilirik ki, əqlimizə belə bir fikir gələndə sadəcə olaraq onu rədd edirik. Biz bunu heç zaman etməyəcəyimizi bilirik. Bunu etməmək üçün bizdə azadlıq var. Amma cinlərdən çox qorxan adamlar var. Onlar hər yerdə burada cin, orada cin görürlər. Belə adamların ağlına bu cür fikirlər gələndə onlar hər dəfə toplantıdan sonra yaxınlaşıb deyirlər: "Mənim üçün dua elə. Cinlər mənə hücum edirlər." Məndə cinlər var. Çox vaxt onlar özlərində ciddi problemlərin olduğunu düşünürlər. Amma bu heç də belə deyil. Bu fikirlər adi insanların da ağlına gəlir. Biz problemlər olan bir dünyada yaşayırıq. Ağlımıza hər cür fikirlər gələ bilər. Fikirlər vasitəsilə biz sınaqlara çəkilirik. Amma əsl azadlıq heç bir sınağa çəkilməmək deyil. Sınağa çəkilərkən bunu etməməkdir. Normal məsihçi həyatı nədir? Bəzi insanlar məsihçi həyatının belə olduğunu düşünürlər. Yəni siz məsihçi həyatınızı başlayırsınız və hər şey asanlıqla gedir. Amma bu heç də belə deyil. Həyatınız məsihçilikdən əvvəl belə ola bilər. Amma həqiqi məsihçi həyatı daha çox buna bənzəyir. Bu lap elə mənim həyatımı göstərir. Üzərimə hücumlar olur. Sonra böyük bir hücum olur. Sonra isə böyük maniyəni yarıb keçirəm. Sonra yenə hücumlar. Yenə böyük hücum. Sonra yenə maniyəni yarıb keçirəm. Biz məsihçilərin həyatı belə olur. Təsəvvür edin ki, mən xəstəxana çarpayısında uzanmışam. Kardioqramma ürəyimin döyüntüsü belə göstərir. Mit. Əgər ürəyimin kardioqramması belə göstərirsə, deməli mən ölüyəm. Ürəyim belə olmalıdır. Eyni sözü mən insanlara deyirəm. Əgər həyatınız belədirsə, deməli siz ölüsüz. Siz İsa ilə dirilməlisiniz. Məsih üçün yaşamalısınız. Çünki siz dirilib, Məsih üçün yaşamağa başlayanda ağlasığmaz hücumlarla qarşılaşacaqsınız. Mən növbəti videolarda bu hücumlardan danışacağam. Ağlasığmaz hücumlar olur. Bir hekayət danışım. Bəziləriniz həyat yoldaşımla necə tanış olmağın barədə eşitmisiniz. Eşitməyənlər üçün qısaca deyim. Məsihçi olandan sonra bir konsertə getmişdim. Orada Allah mənə dedi: "Torbin, arxanda duran qız bir gün sənin həyat yoldaşın olacaq." Arxaya çevrildim və həmin qızı gördüm. Həmin an bildim ki, bu qız mənim həyat yoldaşım olacaq. Mən sadəcə həmin qıza baxıb gülümsədim. Sonra maşına minib evə getdim. Yoldaykən öz dostuma dedim: "Mən elə indicə gələcək həyat yoldaşımı gördüm. Onun nə adını, harada yaşadığını bilmirəm. Amma Allah mənə dedi ki, o gözəl paltarı geyinmiş qız bir gün sənin həyat yoldaşın olacaq." Evə gələndə dedim: "Ay Allah, sən bizi yenə görüşdürməlisən." 3 ay sonra Allah bizi birləşdirdi. Biz artıq 20 ildir evliyik. 3 övladımız var. Arvadımla tanış olmağım barədə bu hekayəni çoxları eşidib. Lakin çoxları başqa bir hekayəni hələ eşitməyib. Evləndikdən bir neçə il sonra mən belə hücumlardan keçirdim. Bir gün ağlıma bir fikir gəldi. Bu səs bir çox il əvvəl eşitdiyim səsə çox bənzəyirdi. Arvadını at, uşaqlarını at, dünyaya qayıt. Mən donub qaldım. Nə? Arvadını at, uşaqlarını at, dünyaya qayıt. Bu fikir sadəcə ağlıma gəldi. Arvadını at, uşaqlarını at, dünyaya qayıt. Xeyr. Mən Lenini sevirəm, uşaqlarımı sevirəm. İsa, mən səni də sevirəm. Günah içində yaşamayacağam, səni tərk etməyəcəyəm. Sanki başımdakı bu səs eyni sözləri təkrar edirdi. Arvadını at, uşaqlarını at, dünyaya qayıt. Lakin mən Allahın kəlamını bildiyim üçün müqəddəs kitab əlimə götürüb ayələri bəyan etməyə başladım. Rəbbim, sənin birləşdirdiyini insan ayırmasın. İsa'nın adı ilə rədd ol iblis. Amma heç nə baş vermirdi. Bu fikirlər başımın düz içində idilər. Sonra nə baş verdi? Dua elədim. Arvadıma dedim: "Mənim üçün dua elə. Hiss edirəm ki, səni, uşaqları Allaha atıb getməliyəm. Amma mən bunu istəmirəm. Mənim üçün dua elə." 3 gündən sonra bu keçib getdi. Ağlımda yenidən hər şey aydınlaşdı. Mən niyə bunu yaşadığımı başa düşmədim. Bir neçə gün sonra mən bir toplantıda olarkən həmin keçirdiyim vəziyyət barədə peyğəmbərlik aldım. Çoxlarının mənim olduğum vəziyyətə çatarkən günaha batması barəsində idi. Həmçinin mənim dəqiq olaraq hansı işlər görməli olduğumu xəbər verirdi. Mən bu peyğəmbərliyi alanda müəyyən şeyləri başa düşdüm.
Bundan əvvəl mən insanların İsa'nı tanıyandan sonra necə əvvəlki həyata qayıtdıqlarını heç vaxt başa düşmürdüm. Amma indi başa düşürəm. Biz müharibədəyik. Biz ruhani müharibədəyik. Elə ona görə də insanlar imandan dönürlər. Efeslilərə 6 Allahın bütün zirehlərini geyinməkdən yazır. Belə hücumlardan bizi qoruyan xilas dəbilqəsi var. İman qalxanı və s. Beləliklə, mən bu hücumlara məruz qalmışdım. Bu heç də daxilimdə cinin olması deyildi. Bu Allah üçün yaşadığımı göstərən dəlildir. Yəni, mən toplantılara qaçıb deməməliyəm. Mənim üçün dua edin, dua edin. Daxilimdə cin var. Xeyr, bu daxildə olan hücum deyil, zahirdən edilən hücumdur. Bəzi insanlar hər yerdə çoxlu cinlərin olduğunu düşünürlər. Lakin bu heç də belə deyil. Onlar sadəcə yanlış şeyə diqqət yetirirlər. Onlar kiçik hücuma məruz qaldıqda onu şişirdib nəhəngçiyə çevirirlər. Buna görə də mən insanlarla azad olmaq barədə danışanda bəzən bu şəkildəki nümunədən istifadə edirəm. Belə deyirəm, narahat olma, həyatında baş verənlər bu diaqramadakı kimi normal haldır. Vəziyyət heç də pis deyil. Bu, sənin daxilində cinlərin olduğunu göstərmir. Bu, sadəcə sənin imanla yeni addımlar attığını göstərir. Yaxşı, azadlıq haqqında danışmaq istəyirəm. Öz həyatımdan bir nümunə. Öz həyatımda yaşadığım bir azadlıq nümunəsini sizə danışacağam. Sonra isə sizin üçün dua edəcəyəm. Beləliklə, mən öz həyatımda necə azad oldum. Müqayisə etsəm, həyatım məsihçi olana qədər çox gözəl keçirdi. Sonra problemlər başladı. 40 il bundan əvvəl mən dünyaya gələndə bir çox problemlərlə üzləşirdim. Bunlardan biri nitq problemi idi. Öz adımı belə deyə bilmirdim. Adım Torben Söndergaarddır. Lakin uşaqlıqda öz adımı belə təsəvvür edirdim. Balaca olanda məni ancaq qardaşım başa düşürdü. Mən məktəbə gedəndə isə sinif yoldaşlarımla eyni sinifdə otura bilmirdim. Çünki mən bu zaman başqa bir otaqda idim. Bir müəllim mənə sözləri tələffüz etməyə və danışmağı öyrədirdi. Mən sözləri və hecaları tələffüz etməyə çalışırdım. Lakin bu mənim üçün heç də asan deyildi. Bundan başqa, mən nə yazmağı, nə də oxumağı bacarırdım. Mənim bu cəhətdən böyük problemlərim var idi. Yenə də öz sinifimizdə hamı ilə otura bilmirdim. Çünki oxuyub yazmağıma kömək edəcək digər bir müəllim başqa bir otaqda mənimlə ayrıca məşğul olurdu. Müayinələrdən keçirdim. Problemlərimin səbəbini axtarıb tapmağa çalışırdılar. Lakin məndə heç nə alınmırdı. Digər tərəfdən, mən sinifdə ən qombul oğlan idim. Məktəbdən evə gedəndə hər gün böyük cipsi və kola alırdım. Günortadan ta axşama qədər televizora baxırdım. Bu həyat tərzim hər gün təkrarlanırdı. Oxuyub yazmağı bacarmayan, nitqlə bağlı problemi olan, bütün siniflə eyni otaqda otura bilməyən kök bir oğlanı hamı lağa qoyur. Sinifdəki uşaqlar mənə daim sataşırdılar. Mən isə məktəbdən ağlaya-ağlaya evə gəlir və öz xəyallarımda yaşayırdım. Məktəbi bitirəndə qəti özümə inamım yox idi. Yaşadıklarıma görə daxilimdə çoxlu mənəvi yaralar var idi. Bu məktəbi bitirəndən sonra başqa məktəbdə bir il oxudum. Burada dəyişəcəyimi ümid edirdim. Çünki özümə nifrət eləyirdim. Lakin başqa məktəbdə də gördüm ki, özümü dəyişə bilmirəm. Mən olduğum kimi idim. Özümü dəyişə bilmirdim. Bütün əvvəlki problemlər burada da təkrar oldu. Məni yenidən ələ salırdılar. Buna dözmək mənə heç də asan deyildi. O vaxt 15 ya 16 yaşında idim. Lakin hələ də anam mənim üçün çox şey ifadə edirdi. Anama çox bağlı idim. Ana uşağı idim. Uşaqlar məni lağa qoyanda anam məni başa düşürdü. Mənə qarşı çox mehriban idi. Anam məni çox sevirdi. Atam da yaxşı insan idi. Amma atam çox işləyirdi. Onun öz biznesi var idi. Atamla yaxın münasibətim yox idi. Anama çox bağlı idim. Nə baş verdi? Mənim təxminən 16 yaşım olanda anam insult keçirtdi, iflic oldu. Ölümcül vəziyyətə düşdü. Ölümlə üzləşdi. Beləliklə, mən anamdan qəflətən ayrı düşdüm. Onu yenidən görəndə anamın artıq saçları yox idi. Xəstəxana çarpayısında uzanmışdı. Bu zaman mənimlə nə isə baş verdi. Mən sarsıldım. Ürəyimdən qara qanlar axırdı. 16 yaşım var idi.
Anam iflis vəziyyətində idi. Xəstəxana çarpayısında uzanmışdı. Süni nəfəs vermə avadanlığına qoşulmuşdu. Bir dəfə anam özünə gəlib biraz danışmağa cəhd elədi. O ağzındakı süni nəfəs vermə avadanlığını çıxartmağa çalışırdı. Mən isə onun yanında dayanıb yalvarırdım. Yox anacan, bunu eləmə. Anam isə yenidən çalışırdı. Mən də deyirdim. Yox anacan, bunu etmə. Anam mənə baxıb zəhmli səslə əmr etdi. Get burdan, yoxsa səni öldürərəm. Bu hələ də yadımdadır. Elə bil dünən olub. Get burdan, yoxsa səni öldürərəm. Anamın dediyi bu sözlər sanki bıçaq kimi ürəyimə saplanıb məni öldürdü. Daxilimdə sanki nə isə qırıldı. Anamsa hələ 1 il yarım xəstəxanada yatdı. Bu müddət ərzində mən çox əziyyət çəkirdim. Bir neçə il sonra mənim bir rəfiqəm, yəni sevgilim oldu. O mənə xəyanət elədi. Mən də ona xəyanət elədim. Bu da bir travma idi. Onun etdiyinə görə, öz əməlimə görə mən əzab çəkirdim. 18 yaşım olanda özümə güvənim yox idi. Nə oxuya, nə də yaza bilirdim. Bütün həyatım boyu yalnız kiçik bir kitab oxumuşdum. Anamla baş verən hadisələr məni çox yaraladı. Anamın xəstəliyi ucbatından ətrafıma böyük bir sədd çəkdim. Mən böyük bir travma almışdım. İnsan travma alanda o özünü qorumaq üçün ətrafında sədd yaradır ki, bir daha belə zərbə almasın. Heç kimə mənə yaxınlaşmağa imkan vermirdim. Heç kim mənə emosiya və hiss haqqında nəsə deyə bilməzdi. Mənim bununla çox böyük problemlərim var idi. O zaman mən heç sevgiyə də inanmırdım. Çünki sevgilim xəyanət edərək məni yaralamışdı. Beləliklə 18 yaşında həyatımda belə idi. Bir çox problemlər, ata-anamla olan münasibətlərdə aldığım yaralar. Amma sonra Allah həyatıma gəldi. Möhtəşəm, müqəddəs ruh daxilimə gəldi. Beləliklə, müqəddəs ruhu qəbul etdikdən və Allah həyatıma daxil olandan sonra ilk anladığım vacib şey bu oldu. İman edənlər üçün qeyri-mümkün olan heç nə yoxdur. Heç nə. Daxilimdə sanki bir şey əmələ gəldi. Artıq bilirdim ki, daha hər şey mümkündür. Bu başa düşdüyüm ilk şey idi. İkinci şey isə ölüm ruhundan azad olmağım idi. Əvvəllər ölümdən çox qorxurdum. Lakin müjdəni biləndən sonra ölüm qorxusu keçdi. Çünki daxilimdə nəsə baş verdi. Sonra isə Allah mənə şəfa verməyə və məni azad etməyə başladı. Həyatımda cindən azad etmələr olmayıb. Mən Allahla vaxt keçirməklə şəfa əldə edirdim. Toplantıda müqəddəs ruh üzərimə gələndə mən ağlamağa başlayırdım. Hey ağlayır və göz yaşı tökürdüm. İnsanlar məndən soruşurdular. Yaxşısan Torben? Mən deyirdim. Yaxşıyam. Bəs niyə ağlayırsan? Bilmirəm. Əslində isə ata-anamdan aldığım yaralarım daxilimdən çıxırdı. Hesab edirəm ki, o zamanlar mən şəfa alırdım və cindən azad olurdum. Heç kim mənim üçün dua etmirdi. Bu sadəcə Allahla vaxt keçirməyin və düşüncəmi təzələməyin nəticəsində baş verirdi. Yəni, Allah məni azad eləməyə başlamışdı. Məni xüsusilə azad edən məhz sevgi oldu. Sevgi. Hesab edirəm ki, insanları azad edən və şəfa verən təkcə müjdə, cinləri qovmaq və düşüncəni təzələmək deyil, əsas sevgidir. İnsanlar Allahın sevgisini duymalıdırlar. Onlar həm Allahın sevgisini, həm də imanlıların sevgisini görməlidirlər. Çünki həyat yoldaşım Leni ilə görüşdükdən sonra başıma gələn ən maraqlı hadisə onun atası ilə tanış olmağım oldu. Qaynatam mənim mənəvi atam da oldu. Leninin atası çox gözəl bir insandı. O, öz evində İmanlılar Cəmiyyətinin toplantılarına rəhbərlik edirdi. Mən ruhdan doğulandan sonra o mənim mənəvi atam oldu. Başlanğıcda onun mənə çoxlu köməyi dəymişdi. Daim mənə dəstək olurdu. Bir dəfə o məni götürüb öz dostlarının yanına apardı. Həmin evə girdikdə əlimi uzadıb evin sahibi olan böyük bir kişi ilə salamlaşmaq istədim. Həmin adamsa məni salamlayaraq qollarını açıb ürəkdən qucaqladı. Mən isə beləcə mat qalmışdım. Ev sahibi məni bərk qucaqladı. Bu mənim üçün çox qəribə idi. Sonra stula oturub həmin adama gözümün ucu ilə baxırdım. Öz-özümə deyirdim. Axı bu adam kimdir?
O mənə toxundu. O məni qucaqladı. Buna öyrəşmədiyim üçün bu həqiqətən mənim üçün çox qəribə idi. Ailəmizdə biz bir-birimizə əllə toxunmazdıq. Heç vaxt bir-birimizi qucaqlamazdıq. Öz ailəmizdə biz sevgi və ya emosiyalar haqqında danışmazdıq. Mən buna öyrəşməmişdim. O məni qucaqlayanda özümü çox qəribə hiss elədim. Amma bu yaxşı idi. Buna ehtiyacım olduğunu hiss edirdim. Həyatımda mənə ata kimi olub və qolları ilə məni qucaqlayan güclü bir kişiyə ehtiyacım var idi. Allah mənə şəfa verməyə başladı. Həmçinin mən görürəm ki, bir çox insanların həyatlarında olan problemləri əslində onların valideynləri ilə münasibətlərindən yaranır. Ehtiyac duyduqları şeyləri verə bilən anaları olmadıkları üçün onlar həyatlarında bu problemləri yaşayırlar. Rahat yaşamanız üçün ana təhlükəsizlik, əmin-amanlıq yaratmalıdır. Ata isə inan və güvənlik yaratmalıdır. Sən bunu edə bilərsən. Haydi, daha yüksəklərə qalx, daha sürətli ol. Bunu edə bilərsən. Səndə əla alınır. Sən bunu edə bilərsən. Sən heyrətamizsən. Ata öz övladında bu güvəni yaratmalıdır. Sən bacararsan. Bugün insanlarla danışanda mənim həyatımda olduğu kimi onların probleminin də belə valideynlərinin olmamasından qaynaqlandığı bəlli olur. Çünki valideynlər öz övladlarının daxilində bir təməl yaratmalıdırlar. Bugün bir çox insanlar daxildə yaralıdırlar. Onlarda olan problemlər də məhz sevgini yaşamadıqlarına görədir. Mən çox vaxt onlara bu sualı verirəm. Ata-ananızla münasibətiniz necə olub? Çox vaxt biz bağışlamalıyıq. Əksəriyyətimiz öz valideynlərimizi bağışlamalıdır. Bəzən cinləri qovmalıyıq. Bəzən isə insanlara sadəcə sevgi göstərməliyik. Onları bərk qucaqlamalıyıq. Allah mənim üzərimdə işləməyə başladıqda mənimlə məhz bu baş verdi. Həmin kişi məni bağrına basandan sonra mən bu adəti öz ailəmə gətirdim. Bundan sonra bizim ailədə də biz bir-birimizi qucaqlamağa başladıq. Evimizdə anam və atam da qucaqlaşmağa başladılar. Amma bəzi şeylər hələ də mənim üçün çətin idi. Bir neçə il əvvəl Moldovaya səfərimi xatırlayıram. Bu çox uzun bir səyahət idi. Biz evimizdən çox uzaqda olduğumuzu hiss edirdik. Bu səyahətə bütün ailəmlə, arvadım və uşaqlarımla birlikdə çıxmışdıq. Mən öz valideynlərimə belə bir məktub yazdım. Ata, ana, salam. Bizdə hər şey yaxşıdır. Salamatçılıqdır və s. Məktubu isə mən bu cür sonluqla bitirdim. Mən sizi sevirəm. Mən adətən belə yazmırdım. Lakin bu dəfə çox uzaqdaydım və özümü qərib hiss edirdim. Ona görə də bu cür məktub yazmaqla mənim onları sevdiyimi bilmələrini istədim. Sonra valideynlərim mənə cavab yazdılar. Salam Torbin məktubuna görə və xüsusilə də son 3 söz üçün sənə çox minnətdarıq. Biz bu sözləri dönə-dönə oxumuşuq. Beləliklə, mənim valideynlərim üçün onları sevdiyimi bildirməyim çox böyük bir şey idi. Amma evə qayıtdıqda mən bir daha həmin sözləri deyə bilmədim. Bu o qədər çətin idi ki, bu barədə öz-özümdən soruşurdum. Axı nə baş verib? Mən öz valideynlərimi sevirəm. Niyə onları sevdiyimi deyə bilmirəm? Bəlkə də səbəb atamın nə zamansa məni sevdiyini deməməsidir. Allah daxilimdə işləməyə başladı. Xüsusən də son bir neçə ildə bu daha səmərəli oldu. Biz İsa Tədris Mərkəzini açdıqdan sonra səyahət eləməyə başladıq. Biz Hollandiyaya ilk dəfə gələndə insanlara əlimizi uzadıb dedik, salam. Onlar isə bizi öpürdülər. Özü də orada adamlar 3 dəfə öpüşürlər. Biz isə bunu öyrəşməmişdik. İlk dəfə bununla rastlaşanda məəttəl qaldıq. Sonra biz başqa ölkələrə getdik. Cənubi Afrikada insanlar hətta bəzən dodaq-dodağa öpüşürdülər. Biz onda belə deyirdik. Salam. Bir dəfə bizə İtaliyalı bir qız gəldi. Mən ona əlimi uzadıb salam dedim. O isə məni öpməyə hazırlaşırdı. Mən isə fikirləşirdim. Neçə dəfə, görəsən İtaliyada 2 yoxsa 3 dəfə öpüşürlər? 1, 2, onlar cəmi 2 dəfə öpüşürdülər. Bir dəfə İsa Tədris Mərkəzində biz bir neçə gənclə birlikdə dayanmışdıq. Onlara sual verdim. Öz valideynlərinizə onları sevdiyinizi deyirsinizmi? Gənclər isə belə cavab verdilər. Yox, başqa bir sual verdim. Ailə üzvlərinizi heç qucaqlayırsınızmı? Gənclər yenə də yox cavabını verdilər. Bir çox adamlar belə etmirlər. Bəs mən nə elədim? Oturub elektron postla öz atama məktub yazdım.
Ata, səni sevdiyimi söyləmək mənim üçün çox çətindir. Bunun belə olmasını istəmirəm. Sənə bunu bildirmək istəyirəm. Sənin mənə bunu dediyini heç xatırlamıram. Bunu tənqid etmək üçün yazmıram, amma bizim ailədə bu yox idi. Lakin indi mən sənə bunu demək istəyirəm. Səni çox istəyirəm. İstəyirəm ki, sən bunu biləsən. Adətən atam dərhal məktubuma cavab verirdi. Amma bu dəfə yazmadı. Ona görə də bir neçə gündən sonra mən ona zəng edib soruşdum. Ata, məktubumu aldın? Hə, təşəkkür edirəm. Amma cavabında nə yazacağımı heç bilmirəm. Eybi yox, problem deyil. Mən atamı görməyə getdim. Atamın bu zaman artıq 78 yaşı var idi. O vaxt həyatımda ilk dəfə ata və oğul birlikdə piyada gəzməyə çıxdıq və bu barədə söhbət etdik. Atam dedi, Torben, sənin məktubun haqqında demək istəyirəm. Düzdür, ailəmizdə bir-birimizlə qucaqlaşmaq və əllə toxunmaq olmayıb. Mən səni sevdiyimi də heç vaxt deməmişəm. Çünki mənim atam heç vaxt məni sevdiyini deməyib. Mən buna öyrəşməmişəm. Onun bu sözlərini eşitdikdə daxilimdə nə isə baş verdi. Deməli, məsələ valideynlərimin məni sevmədiklərində deyil. Onlar bunu mənə necə deyəcəklərini bilmirdilər. Onlar özləri də öz valideynlərindən belə görmüşdülər. Amma indi əsl azadlıq var. İndi bu dərsə baxan bir çoxlarınızın bu problemi var. Mən bu haqda danışanda artıq bəzilərinizə sözlərim toxunub. İndi siz düşünürsünüz. Hə, bu elə mənim barəmdədir. Mənim nə atam, nə də anam belə etməyib. Biz Allah barəsində danışanda çox vaxt nə edirik? Biz deyirik, Allah bizim atamızdır. Lakin sonra biz Allahı insan səviyyəsinə indiririk. Atanız çox vaxt yanınızda olmayıb, sizi incidib, sizi döyüb, öz övladına vaxt ayırmayıb. Buna görə də siz indi belə fikirləşirsiniz. Ata Allah da belədir. Onun bizim üçün vaxtı yoxdur. O bizi cəzalandırır və heç sevmir. Halbuki İsa deyir, siz çox pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan atanın ondan diləyənlərə müqəddəs ruhu verəcəyi nə qədər yəqindir. İsa deyir ki, biz pis adam olduğumuz halda xeyirxahlıq edirik. O zaman göylərdə olan Allah, yer üzərində olan istənilən atadan daha qüdrətli, daha mehriban, daha saf və daha böyük məhəbbətlə sevən bir atadır. Biz heç vaxt Allahı insan səviyyəsinə indirməməliyik. Onun yer üzündəki atamız kimi olduğunu təsəvvür etməməliyik. Mən indi demək istəyirəm ki, öz valideynlərini bağışlamağa ehtiyacı olan çoxlu insanlar var. Onlar belə deyə bilər, valideynlərim məni çox incidiblər. Onlar mənə ehtiyac duyduğumu verməyiblər. Bəli, onları bağışla. Bağışlamaqda çox böyük bir qüdrət var. İsa çarmıqda olarkən dedi, ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər. Əlbəttə biz deyə bilərik. Onlar nə etdiklərini çox yaxşı bilirdilər. Onlar onu çarmıxa mıxladılar. Amma onlar bilmirdilər. Çünki İsanı çarmıxa çəkən adamlar heç də azad deyildilər. Onlar Romalıların təsiri altındaydılar. Onlar qorxunun təsiri altındaydılar. Həmçinin onlar böyük yalanların təsiri altındaydılar. İsa'nın kim olduğunu bilmirdilər. Əks halda onlar bunu etməzdilər. Onlar başqalarının təsiri altına düşərək bunu etdilər. Eynilə sizin ana və atanız da, ətrafımızdakı insanlar da, məktəbdə bizi lağa qoyanlar da, bizi ələ salan, əşyalarımızı oğurlayanlar da, başqa pis əməl edənlər də. Biz onları bağışlaya bilərik. Çünki onlar nə etdiklərini bilmirdilər. Atanız və ananız azad olsaydılar, bu dünyada olan günahın təsiri altında olmasaydılar, öz uşaqlıq illərini sevgi ilə, istiqanlı, mərhəmətli yaşasaydılar, onlar tam azad olsaydılar, sizə başqa hissləri bəxş edərdilər. Amma insan özünün malik olmadığı bir şeyi heç vaxt verə bilməz. Mən deyərdim ki, bu şəfanın vacib bir hissəsidir. Bu azad olmanın vacib bir hissəsidir. Yəni Məsihin bədəni olan imanlılar cəmiyyəti bir ailə olmalıdır. İnsanları qəbul etməlidir. Qucaqlayıb bağrına basmalıdır. İmanlılar cəmiyyəti bir ailə olmalıdır. Biz bədənin və ya imanlılar cəmiyyətinin üzvləri deyilik.
Biz bir ailəyik və biz bir-birimizi sevirik. Başqa şeylərin heç bir əhəmiyyəti yoxdur. Mən nə oxumağı, nə də yazmağı bacarmırdım. Mənim çoxlu problemlərim var idi, amma Allah məni azad elədi. Atam yadıma gəldiyi qədər heç vaxt məni sevdiyini deməmişdi. Nəticədə qəlbim yaralanmışdı. Anam da eynilə bu da qəlbimi yaralamışdı. Amma Allah məni azad elədi. İndi mən çoxları üçün ata olmuşam. Xüsusilə də gənc oğlanlar, gənc qızlar üçün ata olmuşam. Bəzən çox danışmağa heç ehtiyac yoxdur. Bəzən onları sadəcə qucaqlamaq lazımdır. Mən indi dərsi bitirmək istəyirəm. Bizim cinləri qovmaq səlahiyyətimiz var. Biz bir kəsdə cinin olduğunu görəndə sadəcə onu qovub çıxartmalıyıq. Çoxlu biliyə ehtiyac yoxdur. Ancaq bəzən səbəb heç də cin olmur. Bəzən problem düşüncəmizin təzələnməsi ilə həll olunur. Bəzənsə müjdə ilə. Lakin çox vaxtsa sevgi ilə. Məhəbbət çox günahı örtər. Gəlin, ailədə yaşayın, sevgini yaşayın. Çox vaxtda insanlardan soruşuram. Sən kimsən? Sənin yükün nədir? Səni bu hala salan nələrdir? Sən bu təlimi eşitdin. Bəs səni indiki vəziyyətə gətirən nədir? Bəs sənin hekayən necədir? Bəziləri deyəcəklər, ah mənim anam, yaxud atamla problemlərim var. Bir neçə il əvvəl bir dostumu itirmişəm və hələ də əzab çəkirəm. Məktəbdə məni lağa qoyurdular. Bu da həyatımda günaha səbəb oldu. Artıq neçə ildir mən bu günahın içində yaşayıram. Heç vaxt bundan azad ola bilmirdim. Mənimsə xəstəliklə bağlı problemim var. Həyatımda başqa problemlər var. İnsanların hekayələrini dinlədikdən sonra artıq siz biləcəksiniz. Müjdədənmi başlamaq gərəkdir? Düşüncənin təzələnməsindənmi başlamaq gərəkdir? Yoxsa cinləri qovmaqdanmı başlamaq gərəkdir? Bəlkə də bunların hamısını eyni zamanda başlamaq lazımdır. Bəlkə onlar öz valideynlərini bağışlamalıdırlar. Bu halda biz onlar üçün dua etməliyik. Hər hansı bir incikliyin, bağışlamama ruhunun və digər ağrıların onları tərk etmələrini əmr etməliyik. Sonra onlar ağlayırlar. Biz isə onları qucaqlayırıq. Onda azadlıq və şəfa gəlir. Bir neçə gün əvvəl mən bu barədə danışmışdım. O zaman hönkür-hönkür ağlayaraq diz çökən və yerə sərilərək azad olan insanlar var idi. Çox vaxt onlarda nəsə başlayır. Məsələn, mənim anam xəstələnəndən sonra uzun illər ərzində ağlaya bilmirdim. Ancaq müqəddəs ruh üzərimə gələndə mən elə hey ağlayırdım. Şəfa almağım və bütün bunların məni tərk etməsi üçün bir neçə ay lazım oldu. İnsanın həqiqətən azad olduğunu necə görə bilərik? Bəzən biz özümüzə bu cür sual verə bilərik. Bəlkə mənə azad olmaq lazımdır. Problemimiz diqqətimizin mərkəzində olmamalıdır. Biz düzgün işlər görməyə diqqət yetirməliyik. Ancaq bəzən nəyisə üzə çıxır. Bu zaman biz onunla məşğul oluruq. Bu barədə dua edirik. Nəyin lazım olduğunu müəyyən edirik. Cinləri çıxartmaq, yaxud düşüncəmizi təzələmək. Bizə nə lazımdır? Ümid edirəm ki, siz bu dərsdən nə isə öyrənə bildiniz. Mənim üçün öyrətmək çətindir. Çünki mən bu videoya baxan adamın kim olduğunu bilmirəm. Siz yanımda olsaydınız, sizi öyrətmək mənə daha asan olardı. Çünki mən sizə sual verə bilərdim. Siz kimsiniz? Nə probleminiz var? Bu. Tamam, indi aydın oldu. Sizin dediklərinizi eşitdikdən sonra başa düşərdim ki, sizin bağışlamalı olduğunuz kimsə biri var. Sizə tövbə lazımdırmı? Suda vəftiz olunmusunuzmu? Müqəddəs ruhu qəbul etmisinizmi? Əgər olmamışsınızsa, o zaman sizə məhz bunları etmək lazımdır. Bundan sonra mən duada sizə rəhbərlik edərdim. Əllərinizdən tutub deyərdim, sərbəst ol. Mən sizinlə birlikdə dua edərdim. Siz də mənim ardımca duanı təkrar edərdiniz. Allahım, mən sənin yanına gəlirəm. Ata-anamı da sənə etibar edirəm. Ata-anamı da sənə etibar edirəm. Qəlbimdəki yaranı sənə verirəm. Elədiyim bütün günahlarımdan tövbə edirəm. Günah işlətmişəm, məni bağışla. Məni azad elə. Məni bu depressiya ruhundan azad elə. Sonra mən onlar üçün dua edərdim. Mən amin dedikdən sonra belə deyərdim. Müqəddəs ruh, gəl, bu adamı sənə etibar edirəm. Qəlbindəki ağrı sənə əmr edirəm. İndi get. Kin ruhu, indi çıx. Depressiya ruhu, elə indicə çıx. Zəiflik ruhu, elə indi çıx. Çox yemək ruhu, sənə əmr edirəm. Ondan çıx, ağrı, elə indi çıx.
Həmin ruha müraciət edib sözünüzü deyin. Çox vaxt azadlıq öskürəklə gəlir. Ona görə də gözlərinizi açıq saxlayın ki, cinlər təzahür etdikdə onları görə biləsiniz. Həmçinin nələr baş verdiyindən də daim xəbəriniz olsun. Bəzən azadlıq sadəcə olaraq dərindən bir ah çəkməklə gəlir. Sonra deyin, müqəddəs ruh, onları doldur. Yaxşısı cəhd etmənizdir. Ən pisi isə bu təlimi eşitdikdən sonra bu sözləri deməyinizdir. Yox, bu mənim üçün həddindən artıq çətindir. Amma sadəcə bunu edin. Edərək təcrübə toplayacaqsınız. Növbəti dərsi bir neçə həftədən sonra keçəcəyəm. Çünki mən İsrailə və İordaniya gedəcəm. Sonra isə Pionerlər Məktəbinin növbəti dərsini keçəcəyik. Bu dərslə bağlı hər hansı bir sualınız olsa yazın. Növbəti dərsin əvvəlində mən onlara cavab verə bilərəm. Ümid edirəm ki, bu təlimdən özünüz üçün lazımlı şeylər əldə etdiniz. Bizim səlahiyyətimiz var. İndi isə mən sizin üçün dua etmək istəyirəm. Siz xəstəsinizmi? Ağrıyan yerinizə əlinizi qoyun. Əgər ürəyiniz ağrıyırsa, əlinizi ürəyinizə qoyun. İndi mən sizin üçün dua edəcəyəm. Əgər sənə ağrı verən insanları bağışlamalısansa, bağışlamağa qərar verin. Bu barədə elə indicə ürəyinizdə qərar verin. Mənimlə birlikdə bu cür dua edin. Mən onları elə indi bağışlayıram. Mən öz valideynlərimi bağışlayıram. Öz atamı və anamı bağışlayıram. Onların etdikləri və etmədikləri işlərinə görə onları bağışlayıram. Qəlbimdəki ağrını buraxıram. Mən bunların hamısını götürüb sənə verirəm. İsa, həmçinin dua edirəm ki, Allah öz müqəddəs ruhu ilə gəlsin. Əgər sizin daha çox azad olmağa ehtiyacınız varsa, bizim xəritəmizə baxın. Sizə yaxınlığınızda olan bir nəfərlə görüşmək lazımdır ki, sizə xidmət etsin. Beləliklə mən dua edəcəm. Allahım, bu təlimə görə sənə şükür edirəm. Təşəkkür edirəm. Çünki İsa'nın adı ilə bizdə azadlıq var. Elə indi xəstə olan insanlar üçün dua edirəm. İlahi, azadlıq üçün dua edirəm. Azadlıq, gəl. İsa'nın adı ilə elə indi azadlıq, gəl. Ana və atadan, məktəbdə sataşan insanlardan aldığı acılara, həyatdakı pis təcrübələrə görə olan yaralara və qəlbdə olan ağrı ruhuna getməyi əmr edirəm. Kin ruhunu əmr edirəm, indi çıx. Dərhal İsa'nın adı ilə. Mən bu ağrı ruhuna deyirəm, indi dərhal çıx. Xəstəlik və buna səbəb olan natəmiz ruha əmr edirəm. İndi bu adamı tərk elə. İsa'nın adı ilə azadlığı və həyatı elan edirəm. Ey cin, sənə əmr edirəm, indi çıx. Natəmiz ruh, indi çıx. Zəiflik ruhu, indi İsa'nın adı ilə çıx. Zəiflik ruhu, indi İsa'nın adı ilə çıx. Sənə deyirəm, depressiya ruhu, qorxu ruhu, indi İsa'nın adı ilə çıx. İsa'nın adı ilə azadlığı elan edirəm. Shilo dokoski salabada kaska saladada kaska salar. Ey Allahım, indi müqəddəs ruhunla gəl. Gəl və bu insanı doldur. Ya Rəbb, müqəddəs ruhunla gəl. Əgər onların müjdəyə ehtiyacı varsa, onlara tövbə edib vəftiz olunmaq lazımdırsa, o zaman müqəddəs ruh gəl. Müqəddəs ruh insanları istiqamətləndir. Onların gözlərini aç. Müqəddəs ruh, gəl və onlarla danış. Elə indicə onlara toxun. İsa'nın adı ilə dua edirəm. Amin. Ümid edirəm ki, siz bu dərsdən lazımlı şeylər əldə etdiniz. Bu bir qədər uzun dərs oldu. Çoxlu məlumat da var idi. Bu təlimi həqiqətən başa düşmək və özünüzü onunla doldurmaq üçün dərsi təkrarən izləməkdən çəkinməyin.